Salam, hər birinizi salamlayıram. Deməli, bugünkü video izahımız Dehli Sultanlığı ilə bağlı olacaq. Üzr istəyirəm. Deməli, mövzumuz Dehli Sultanlığıdır. Dehli Sultanlığı, Dehli dövləti 1206-1526-cı illərdə mövcud olub. Dehli Sultanlığı Hindistan ərazisində yaranıb və mənşəcə türk mənşəli idilər. Buraya, yəni Hindistana 6-cı əsrdə Mihraqulu xan, yəni Axunlar gəlmişdi. 11-ci əsrdə isə Sultan Mahmud Qəznəvi, yəni Qəznəvilər gəlmişdi. Qəznəvilərdən sonra isə Gürullar davam etmişdilər. Burada Gürlu, Məhəmməd Gürlu var idi ki, Hindlilər tərəfindən öldürülür və bundan sonra hakimiyyətə Qütbəddin Aybək gəlir. Yəni Qütbəddin Aybək burada siz kitabda məmlük və qulam ifadəsini görəcəksiniz ki, qulam o demək idi ki, yəni Türk sərkərdə, yəni qullar idilər. Onlar tədricən yəni hökmdarlara çevrilirdilər və dövlət yaradırdılar. Qütbəddin Aybəş də həmin qulamlardan idi. 1206-cı ildə 1210-cu ilə kimi hakimiyyətdə olmuşdu və 1206-cı ildə dövlətin əsasını qoymuşdu. Ümumilikdə biz deyəcəyik ki, Dehli Sultanlığında 3 sülalə mövcud olub. Bir Məmlüklər sülaləsi, Xələzlər sülaləsi və 15-ci əsrdə Əfqanlar sülaləsi mövcud olmuşdur. Məmlüklər sülaləsi 1206-1290-cı ilə kimi mövcud olub, Xələzlər 1290-dan 1320-yə kimi, Əfqanlar dediyi 15-ci əsrdə. Qütbəddin Aybək dedik ki, Məmlük sülaləsindən idi, dövlətin əsasını qoymuşdu, paytaxtı adından da göründüyü kimi Dehli idi və Şimali Hindistanı əhatə edirdi. Qütbəddin Aybəkin dövründə və İslam və Türk dili məcburi idi. Türklərin tarixi barədə əsərlər yazılmışdı Qütbəddin Aybəkin dövründə. O, Çövkən oyunu zamanı 1210-cu ildə atdan yıxılaraq ölür. Daha sonra deyəcək ki, hakimiyyətə gəlir Qütbəddin Aybəkin kürəkəni, el tutmuşa. O, Monqollarla döyüşür. Abbasilərlə dost münasibətində idi. Xarizmşah Cəlaləddinə sığınacaq vermişdi. Şərqə doğru genişlənir. Pul kəsir, iqta paylayır, həmçinin nizami ordu da yaratmışdı. Daha sonra hakimiyyətə Raziyə Sultan gəlir ki, bu 1236-1240-cı illərdə hakimiyyətdə olub, onun dövründə dövlət zəifləyir. Daha sonra biz danışacağıq Qiyasəddin Balabandan ki, Qiyasəddin Balaban hərbçilərin köməkliyi ilə hakimiyyətə gəlir. Monqollarla döyüşür və qiyamçı hindliləri məğlub edir. Daha sonra biz Xələzlər sülaləsinin nümayəndəsi olan Əlaəddin Xələzin adını qeyd edəcəyik. Əlaəddin Xələz Monqolları ölkədən qovur, çıxardır. Ölkədən qovur. Cənubi Hindistanı tabe edir və dedik ki, vahid belə deyək, Hindistanı əhatə edir onun dövründə. Vahid Hindistanı əhatə edir. Daha sonra deyəcək ki, onun dövründə xidmət müqabilində maaşlar paylanırdı və zəmindarlardan alınan torpaqlar kəndlilərə icarəyə verilirdi. 14-cü əsrin 80-ci illərdə Dehli Sultanlığı zəifləyir. 1398-ci ildə Əmir Teymurun buraya hücumu olur və sonuncu belə deyək də hökmdar isə İbrahim Lodi olur ki, Dehli Sultanlığında onun dövründə də 1526-cı ildə Panipat döyüşündə deyəcək ki, Zahirəddin Babur İbrahim Lodini məğlub edir və Dehli Sultanlığı süqut edir. Əhalisi, Dehli Sultanın əhalisi müsəlman idi ki, bunu dövlət xalq adlandırırdılar. Bir də himayəyə götürülənlər, yəni hindlilər idi. Bəzi Hind knyazlarına idarə etmədə sərbəstlik verilmişdi. Vilayətləri vali, dairələri rəislər idarə edirdi. Müsəlman məhkəmələrinə qazilər baxırdı. Bir də burada karxana var idi ki, o daha sənətkar müəssisəsi idi. Belə, Dehli Sultanlığı ilə bağlı əsas vacib məqamları sizlərə qeyd etdim.